Hindistan macerası başlasın, çılğınlar kimi əylənəcəm. İlk sorğulanma anım təyyarədəykən başladı. Oradan bir dənə Hindistanlı mənə göz qaş elədi. Bizim nə işimiz var Hindistanda ya? Bir dənə iyrənc iyi gəlir buralardan. Küçədən o iyi gəlir. Əməlli başlı gəlir. İydən ürəyim bulandığına görə biraz içəri girək. Bu dəqiqə düzgün düşünəmirəm. Ayaqyalın necə gəzirlər yerdə? İyrənc bir yerdir bildiyim. Salam gənclər, mən çox həyəcanlıyam. Heç inana bilmirəm bu dəqiqə yaşadıqlarıma. Niyəsini deyəcəm, deyim. Son 45 gün mənim həyatımın ən pis dönəmi deyə bilərəm. Başıma çox pis hadisələr gəldi. Birincisi İtaliyaya viza aldıq. Yoldaşımla birlikdə gedirdim və aeroportda öyrəndim ki, mənim ölkədən çıxışıma stop qoyulub əslində. Bir dənə giriş oradan başladı, elə onunla da getdi də elə. Aeroportdan qayıtdıq evə, ağlamaq, qışqırmaq, zat, nəsə belə. Çox pis bir günlər. Sonra mən bu səbəbəli məsələlərin arxasınca həkimlərdən falan keçməyə falan başladı proses. Ondan sonra 1-2 həftə sonra ayağım əzildi və mən 2 həftə gəzə bilmədim. Hətta 3 həftə gəzə bilmədim. Son 1 həftədir ki, yeriyirəm və bu ayaqla da bax bu ayaqla, hətta bu dəqiqədə bir şey var ayağımda belə bir şey aldım belə dabanımı qorumaq üçün. Bildiyiniz dabanımı yerə basa bilmirəm bu dəqiqə, amma bu halda belə bu səyahətə çıxdım. Çünki bu səyahət dəyərli dostum, yoldaşım Orxan ilə birlikdə bizim aylar öncədən planladığımız bir səyahət idi. Bəli, və Allahın izni ilə Hindistana gedirəm. İnana bilmirəm. Pasport kontrolu keçdi və pasport kontrolu keçəndə bir duyğulanma hissi gəldi mənə dəxlisizcəsinə. Yəni normalda həqiqətən çox normal səyahət etmiş birisiyəm, yəni çox keçmişdim belə yerlərdən, öyrəşmişəm. Amma bir dəfə o pasport kontrolundan keçə bilməyəndə sanki məndə sıfırlandı və mən həyatımın ilk travelına çıxranmış kimi oldu bu dəqiqə. İlk səyahətinə çıxranmış kimi oldu. Heç nə, planımız sağ olsun. Hindistan macerası başlasın, lənət olsun. Çılğınlar kimi əylənəcəm. Elə əylənəcəm ki, Allaha and olsun. Yəni həyatda heç kim bu qədər əylənmir. Təbii ki, ən sevdiyim ana gəldi, yemək anına, pulsuz yemək anına. Dedilər, nə içirsən? Dedim, qardeş, Azərbaycan şərabı. Mənə gələn yeməyi göstərmək istəyirəm sizə. Deməli, belə bir şey gəlibdir. Bu nədir bilmirəm. İndi dadına baxacağam. Salat fason bir şey oxşuyur. Bu da yağdır deyəsən. Bir də belə bir toyuq mu, ət mi deyə soruşulan möhtəşəm sualın cavabı olan toyuq. Alan olaraq balaca bir alan var. Düzdür, bəxtimdən yanım boşdur. Yəni, burada bir dənə Hindistanlı qardaşımız var. Bura boşdur. Buranı öz alanım kimi istifadə edirəm. Hindistanlı qardaş da sağ olsun səsini çıxartmır. Bunu yedim. Noxudlu falan bir şey idi. Qəribə. Daha çox belə salat tamı verirdi deməkdən daha çox. Bunda biraz yedim. Bu içində vermeşil olan bir şirin bir şeydir amma. Yəni sütlaçı, məsələn, içində düyü var. Məsələn, bu da elə bir onun vermeşil versiyasıdır. Nə olduğunu bilmirəm. Cahilliyimə verin. Bu da bildiyiniz qəribə bir şey deyil. Toyuqla düyüdür. Bu arada çox qəribə bir şey oldu. Servis göstərən hostes xanım mənim Azərbaycanlı olduğumu biləndə təəccübləndi və mənə dedi ki, siz Azərbaycanlısınız tərəvə. Deyir, Hindistana niyə uçursunuz? Biraz belə gözlədim. Dedi, transfer var, yəni oradan başqa yerə uçasınız. Dedim, yox, bəs Hindistana gedirəm. Deyir, nəyə gedirsən? Dedim, gəzməyə. Dedi, valla biz gedirik, orada qalırıq, gəzməyə yer bilmirik də. Əgər siz tapsaz, siz deyirsiniz. Dedim ki, valla mən də axtarmağa gedirəm, belə çox da fikrim yoxdur. O da dedi ki, axtarmağa gedirsiniz, uğurlar sizə. İlk sorğulanma anım təyyarədəykən başladı. Görək növbəti harda sorğulayacağıq. Yeməyin də dadına baxdım, toyuqlu şeyin. Aşpaz 100% Azərbaycanlı deyil, bundan əmin ola bilərsiniz. Çünki içində o kaju deyirlər deyəsən, kaju. Nə dəxil? Kajunu mən ya kiməsə qonaq gedəndə görürəm, ya da cərcəhizin zadın içinə qoyanda görürəm də. Nəyəcə, qoyublar tavuk pilavın içinə elə bilir, amma tavuk pilavı deyil deyə baharatı basıb. Yəni bir konkret Hindistanlıların damaq zövqünə də, yəni baharat, maharat, acı, zad belə bir şeylə qoyublar. Düyü də yəni bir qəribə idi. Tipə bax ya, Allah haqqı bu nə sifətdir. Nəsə gəldim, çatdım Mumbaya. Saat
3-dür. Mən də saat neçədə çatdım? 2-nin yarısı çatdım. Saat yarımı öldürmüşəm. Saat 8-də də Orxan gəlib çatır. İndi Orxanı gözləyirəm. Səhər yuxusuzluqdan ölməyim deyə elə düz aeroportun çıxışında kafe shopda oturdum, isti şokoladımı dedim qəşəng, isti şokoladımı içdim, südümü içdim, dişimi elədim. İndi də yatmağa çalışacağam. Görüm necə gedir həyat. Çöldə də çəkiş eləmək istəyərdim, amma nəsə heç biraz hələ öyrəşməmişəm. Bir dənə özümə gəlim. Hər Hindistanda olduğumu dərk eləyəmirəm. Rahatlaşım bir dənə həll eləyəcəyik. Narahat olmayın. Kontent bizim işimizdir. Kafe shopdan itlər də bezdirib. Mən ümumiyyətlə hara getsəm bu itlər mənə danışmağa vermirlər. Nəysə, kafe shopdan qovdular məni. Dedilər burada yatmaq olmaz. Hesabı da gətirdilər. Şutladılar məni sürədə uzun sözlük səs. Nəsə gəlmişəm, oturmuşam aeroportun qabağında. Burada qəribə insanlar var. Baxın, ətrafını göstərim sizə biraz. Belə də göstərim biraz. Qəribə yerdir. Havası biraz rutubəti hiss edirəm. Normalda yağış sezonu ki, amma güclü bir yağış. Ümumiyyətlə yağış yoxdur hələ ki, yerlər də qurudur. Havada belə bir dəxilsiz istilik və rutubəti hiss edirəm, amma belə çox narahat edici bir şey deyil, öyrəşərsən yəni. 3 saat yarım var Orxan gəlib çatmağına. Səhərdir yəni. Biraz yuxum gəlir, amma gedəcək bir yeri yoxdur. Səhərdən yatmağa yer axtarıram. Mən tapa bilmirəm, amma Hindistanlı qardaşlarımız yatmağa yer tapıbdır. Baxın, göstərim sizə. Orada yerdə yatanlar var, aşağıda. Sonra bu tərəfdə yerdə yatan qardaşlar var. İnsanların çox olduğu yerdə, bir də restoranların olduğu yerdə iyi var. Özü də yaman iyi var da, yəni belə dözülməz biri idi. İnsanlar çox olan yerdə bildiyin tər iyi birləşir və iyrənc biri çıxarır ortaya. Yeməklərin olduğu yerdə də yəni qabağından keçmək olmur, adamın ürəyi bulanır. Orxanın uçuşu bu arada gecikdi və mən bundan əlavə də 3 saat gözləməliyəm hələ. İndi tərpənirlər. Hətta tərpənməyiblər. 6-da tərpənsələr, saat 9-da çatacaq. 3 saatlıq uçuşdur. Və mən bütün hostellərə yazdım ətrafımda ki, bəlkə yer olar, gəlib yatardım 4-5 saat. Onlardan da heç biri cavab vermədi. Oradan bir dənə Hindistanlı mənə göz qaş elədi. Niyə göz qaş elədi, amma heç bir fikrim yox. Nəmi, biraz qəribə yerdir ya. Adam belə çəkinir bir şey eləməyə. Nə yaxşı ki, kafe shop mədəniyyəti var dünyada. Yəni, həmin mədəniyyətdəki pis nə varsa, hamısını alıb, aparıb, götürür də, yəni. Möhtəşəmsən. Yəni, məsələn, çöl iyrənc iyrənir, amma burada, məsələn, düz qapının üstündə, girişdə bir dənə kondisioner var. Bilməm, kamerada görünür yoxsa yox. Belə bir şey deyək. Orada kondisioner kimi bir şey var. Kondisioner deyir, qapı açılan kimi bir dənə hava buraxır. Belə bir növ çöldəki havanın içəri girməyinə mane olur. Orxan hələ də gəlməyib. Bundan sonra 1-2 saat sonra gələcək. Təzədən eyni kafe shop'a qayıtdım. Bir dənə kafe etdim içim. Yata bilmirəm, heç olmasa ayıq olun. Ayıq olmaq lazımdır ümumiyyətlə. Mən bu videonu çox uzun çəkirəm. İnşallah hamısını istifadə edərəm. Mən tam olaraq 2-nin yarısından etibarən buradayam. Yəni 7 saat yarımdır bir nəfər gözləyirəm. Həyatımda ən çox gözlədiyim vaxt ola bilər bir insanı. Orxan yəni bu videoya baxanda qədri bil. Oturub, ağlımı itirmişəm, ağzıma gələn feilləri istifadə edə bilərəm. Acam və nə yeyəcəyimi bilmirəm. Bizim nə işimiz var Hindistanda ya? Get Qazaxıstana da, o boyda stan var. Gənclər, burada bir-iki dənə restoran var. Bir dənə iyrənc iyi gəlir buralardan. Qabağından keçən kimi, yəni iyi gəlib basır da, yəni buradan. Normalda mən hamının gedib bəyəndiyi yerləri gedib bəyənməyən və deyinən bir insanam da. Yəni tələsməyin də, təzə çatmışam. Biraz emosional ola bilmirəm hələ ki, amma birazdan emosional olacağam. Məsələn, tualetləri təmizdir. İyi gəlmir ha kişi içəridən. Təmiz. Suyu yerində, tualet kağızı yerində. Yəni tualeti göstərdikləri hörməti öz bədənlərinə göstərsəydilər, bomba kimi olar. Yeməklərinə göstər. Allah tualetləri qədər yeməklərini təmiz eləsəydilər. Bomba kimi ölkə deyil. Gül kimi mədəniyyəti, gül kimi tarixi var.
və Orxan hələ də gəlməyib. Və tam mən 8 saatdır artıq gözləmiş oluram rəsmi olaraq. Mən həyatımda heç kimi 8 saat gözləməmişəm. Orxan gəldi. Orxan xoş gəldin. Salam, salam. Saat neçə oldu? Mumbaydan salamlayıram sizi dostlar. Ölürük, 11-in yuxusuzluq. yarısıdır. Hələ indi taksiyə minə bildik. Hindistanın fərqli landşaftı, ağaclar zat. Palma ağacıdır, nədir? Ayda solla gedirik. Hə. Uzardı. Kameramı ver, sən özün çək. Oy, dablara var bir dənə, ablalara var. Soxa-sox deyə, amma bu hamısı. Chaotic. Ablalar necə şeyləmirlər? Oy da. Normaldır, değil mi? Normal. Uşaqlarını mindiriblər arxaya, şöyle taxmayıblar. Chaotic. Tuk-tuk hemen, tuk-tuka binmək lazım. Hindistanda əməlli başlı yaşayış var. Körpümüz. Bu da bizim Mumbay'ımız səliqəli. Amma New York Mumbay'dır bura. Gedirik ora. Spider-Man orada yaşayır. İndi yəni Spider-Man. O iyi gəlir. Küçədən o iyi gəlir. Əməlli başlı gəlir. Belə zibiliyid də, yəni bunun başqa bir açıqlaması yoxdur. Allah ki, sən necədir? Yəni bir dənə belə küçə keçirəm ki, iyi olmur da prosta, amma qalan belə normalda hər yerdə var. Restoran tapa bilmirik. O qardaş, sən nə yeyəcəksən? Dərman yeyəcəksən. Ay qardaş, sən bunu Orxan da bəxtdən burnu tutuldu. Düzəməli hiss eləyənmir iləri. Qardaş, mən sənə bir şey deyim, burada burundan zəhərlənərsən, sən. Yəni yemək və ehtiyac yoxdur yəni. Sən daha yaxşı görürsən. Bomba kimi də şey, Hindistandır da, budur yəni. Bəlkə bir dənə Spider-Man paltarı Orxan. Çox gəzməyək də Orxan, ayağım ağrıyır mənim çox gəzəndə. Sən mən izləyirəm. Mən izləməm, mən gedirəm belə mal kimi. Restoran hardadır? Bilmirəm. Ora girək ki. Nə bilim. Çöldə gəzib. İyidən ürəyim bulandığına görə biraz içəri girək. Burada biraz parfüm iyi var. Amma o bizə var arxada. Biraz var da, biraz var. Amma bu nə iyidir, çox maraqlıdır. Nəysə amma çox gözəl bir mağazin tapdıq. Gözəlliyinə baxın, yenə ayaqqabının. Və gün qiymət neçədir? 4000. 4000 rupi hardasa 40 euro, 80 manat. Bizlə qiymətlər eynidir də. Qəşəng köynəklər, zadlar var, Superman, amma qiymətlər eynidir. Amma bura məncə brend yerdir, ona görə qiymətlər eynidir. Daha belə bazar kimi yerə getsək ucuz olar. Belə bir mağaza, məsələn orada Spider-Man-in, Punisher-in zadın köynəkləri var. Belə bir mağaza burada var. Azərbaycanda azdır. Yox kimi bir şeydir yəni. Bu cür köynəklər siz Azərbaycanda tapa bilməzsiniz. Spider-Man-in gözəl maskasına baxın, özü kakras kinonun da olduğu vaxtı. Bunların gözəlliyinə baxın nə? Oy da, Soroçkanın gözəlliyinə baxın. Hindistan Spider-Man niyə kanka? Maraqlıdır, maraqlıdır. Oy da, çölə çıxmaq var. Heç istəmirəm ya Allah haqqı. Düzdür, biraz həmçinin yuxullu və ac olduğuma görə də biraz beləyəm. Amma belə getsə az olmağa davam edəcək. Bir dənə restoran tapdıq. 4.5 IMDb-si var idi ki, içəri girməyimizlə çıxmağımız bir oldu. İçəridə heç kim yox idi və içəridən zibil iyi gəlir də, yəni Allah. Bildim ki, sən o reaksiyanı verəsən, ona görə gülməyəm. Restoran baxaq, qlobal restoranlardan nə varsa. Burger King var uzaqda. Çox gəzmək də istəmirəm, yox. Futuristik bir bina. Gücbəla ilə gəldik, bir dənə McDonald's tapdıq. Ət yoxdur McDonald's-da da, ancaq chicken deyə. Bunlar ət yeməklər axı. Yəni ət yeyirlər, beef yemirlər. Sonradan yadımıza düşdü. İnək əti müqəddəs sayılırlar. Ay dədəm var. Abi toyuq da Orxan körlü zadda olsa getdik də biz də. Körlü zad olmaz. Gənclər, kartuşka yeməyimizi göstərirəm sizə. Salfetka ilə kartuşkanı tuturuq belə.
Gecə sizcə çox öldürmüşük. Əlimizi yumağa sabun yox idi yəni. McDonald's-ın tualetini geyib çəkərsən, görərlər. Çəkməyəcəm, amma Çəkərsən. yaxşı çəkərəm. Suyun özü də bakterial olur bildiyimizə görə. Ona görə su ilə yusan da əli. Gərək bir sən neyiniyək? 2 litrlik su alaq, əlimizi 2 litrlik su və sabun da alaq. 2 litrlik su və sabunla yuyaq tez-tez. Belə yerlərdən qabaq. Yəni biraz paranoyak səsinə buzu belə fikirləşdik ki, görürsən buz hansı sudan gəlib ki, biz bu kolanı sizə qalır. Amma məncə bu aparatdan zaten gəlir, bu aparata da nə suyu var? Paranoyak şey yox, onun ürəkli toxunmuşdu buna. Ciddisən? Buzlu şey içməyin demişdi. Heç nə də. O heç o değildi yəni. Toyuq başqa toyuqdur yəni. Bir dənə kartoşka normal idi, kartoşka idi. Elə kartoşkanın yarısını yedi adama. Bəhs elədi. Burger yəni ətindən bir dənə dişlədim. Bir dənə qəribə dadı var. Heç acılığını mən hiss eləməyə yəni çatmadım da. Yəni Allah ki, mən acıya okeyim. Acı olsun. Amma o dad var yəni. Hindistan dadı yəni. Gənclər, zaten xoşbəxt değildim. Heç xoşbəxt deyil. Amma yuxusuzam. Biraz yuxu özümə gəlim. Bu dəqiqə düzgün düşünəmirəm. Mən axırıncı dəfə 26, 27, 28, 30 saatlıq qabaq yatmışam axırıncı dəfə. Hardasa. 30 saatda yatmıram. Ona görə mən heç yaxşı deyiləm. Gedək evimizə gedək. Gedək hostel macəralarını sizlə bölüşərik dostlar. Bro, we need towel. Towel. No? Go straight, maybe Kulaba market. Kolava market? Left. We can- Towel, you know, like Yeah, this. yeah. Okay, thank you. No suit. Suit up. Görəsən mənim bu macəra boyunca sifətim belə olacaq elə ancaq. Görün burada kimi tapdıq. Sən yaşayırsan hələ kişi, sən axırıncı dəfə mən 10 yaşımda zət görmüşdüm. Yəni normalda iyi yoxdursa belə, yanımdan biri keçən kimi qəribə bir dənə iyi gəlir. Nə baxırsan? Şək kimi də adamın üzünə baxır. Ayaqqabım necə gəzirlər yerdə, ayaqqabısını çıxarıb. Bax, o parfümdür da, bu heç. Buradan gələni parfümdür və o Bakıda da var, yəni o Hindistan yerlərində da. Opposite line in the corner. In the right. Now opposite line. Aha. Name of a shop, Bombay Dine. Bombay Dine. Yeah. Second run. Where is it? Miniso, yes, we know, in the left. Yeah. Great, thank you. Kotikə gedək Minisudan səliqəli Allah qlobal şirkət. Prosta orada Nike qədər zət baha olmayacaq. Mən gətirmişəm. Lapki nədir ha? Havaya çıxamırıq, suya necə girəcəyik? Gənclik Plaza, City Walk Plaza. Turist qardaşlarım, turistlərlə dərdləşmək istəyirəm. Allah haqqı ki, siz də bizim yaşadığımızı yaşayırsınız. Nə yemisiniz bugün? Orxan bir qızla tanış olub, onunla danışır bir dəqiqə. Bəlkə burada. Thanks. Look at myself. Orxan, kimsə səninlə danışmağa çalışırsa, danışma mümkün qədər. Danışmaq istəyirəm. Mən bilmirəm, o da satmağa çalışır. Güya mən bilmirəm. Dəlisən ha sən? Danışıram. Sən- Görən nə deyəcək, nə trik eləmək. Sən dangərsən? Beləmi? Yerlilərə qarşı sən yenə bir tərəfdən müsbətdir ki, çox belə təmaskar deyirlər. All I need for Christmas is you. Şükür Allaha ki, otaq iyrənc deyil. Yəni çox cüzi bir iy var, amma o iydə artıq yəni öyrəşmişik. Çöldəki iydən falan çox daha normaldır yəni o. Bu da iy deyil zaten. Bunların o istifadə elədikləri qəribə bir parfüm var, o parfümdür. Mən sizə indi otağı göstərim. Deməli, buradan qapı budur, mənas qapımız. Buradan girdik.
Sağımızda belə yenə mənasız bir güzgü fason bir şey var. Salam əleykum. Salam əleykum. Sonra burada bir dənə balaca tək nəfərlik kravat var. Orada da bir dənə tək nəfərlik kravat var. İndi bunları biz yəqin ki, veşləri qoymaq üçün istifadə edəcəyik. Burada bir dənə qəşəng televizorumuz var. Axşam Hindistan kanalları gedəcək burada 100%. Burada bizim 2 nəfərlik kravatımız var. Burada Orxanla qucaqlaşıb yatacağıq. Kondisionerimiz var, qoşmayacağıq. Burada yuxarıda ventilator var. Bununla yəqin ki, qoşmarıq. Çünki içəri hava biraz normaldır. Yəni elə qaynar deyil. Bu da bizim səliqəli VIP. Bu otağı, yəni bu hosteli tutmağımızın əsas səbəbi buydu da yəni. Burada yəni Orxanla qabaq-qabağa oturub gecə yəni söhbət eləmək gedəcək də yəni. Burada da bir dənə nahar fasiləsi burada çəkilə bilər bu arada sənə deyirəm. Haranı tapa, çöldə oturacağıq Orxan, Allah haqqı ya. Sənə deyim, nahar fasiləsi elə budur. Bura bir dənə sifariş eləyərik nəsə. Yemək yeməliyik amma nahar fasiləsində. Ola bilər, düzdür. Bu da bizim mənasız mənzərəmiz. Pəncərəni mümkün qədər heç bağlı saxlayaq ki, içəri daha təmizdir çöldən, Allah haqqı. İçəri iyi girmişsin. Bu nədir? Köhnə taxtalı bir şey. Bu taxtalardan mümkün qədər uzaq durmaq lazımdır. Çünki orada cüzülər, taxta böcəkləri zadlar olur. Keçə bilər. O sənin çarpayında var bəlkə də. Axşam səhər bilərik. Səhər biləcəyik. Səhər yox, 1-2 həftəyə bilinəcək yəqin. Əsas hosteldir zaten. Yəni çöldən ürəyimiz bulananda, iyrənc bir ab-havaya düşəndə qaça biləcəyimiz bir yerin olmağı yaxşıdır. Private tualetimiz var dedin. Düzdür. Bizim şəxsi özümüzün tualeti var. Yəni sırf bu bizim otağa görə. Bu arada bu otaq bu hostelin ən VIP otağıdır. Nə qədər pul verdik biz bu hostelə, onu da deyək. Biz biraz yəni budget gəlmişik də. Bahalı evlər zat tutmadıq, özünüz bilə. Əsasən Mumbai'da, çünki burada bir gecə qalıb sabah gedirik. Yəni. İndi sənə bir şey deyim mi? Normalni vermiş ya, yəni 3400 vermişik, hardasa 30 euro, 60 manat vermişik. Yəni normalda Hindistana yox, total. Total. Yəni bu otaq 60 manatdır. Yəni normaldır elə, Bakıda da tapmazsan sənə deyim, elə biraz ucuzdur. Şəxsi kuxunamızın, tualetimizin olmağı normaldır. Kaş hamamımız da olardı şəxsi. İçindədir, onda zordur da, onda zordur. Şampun zad görək yoxdur. Sən gətirmirsən şampun? Verərsən də mənə də. Head and Shoulders satıyorsun? Yox, biraz gey şampunudur. Nə? Xüsusi nə qədər xüsusi ola bilər? dəri xəstəliyi zad üçün xeyirlidir yəni. Məndə də var dəri xəstəliyi. Deyir, saqqalımı var. Gəlir. Tökülür. Mən o bura 2 həftə özümü işləmək üçün gətirmişəm də. Dərdim odur. Çünki mən başqa şampun işlədəmirəm. Qurtaracaq yəni, onu deyirsən? Yəni paylaşmağım biraz çətindir. Oyda! O 12 illik dostum məndən şampun söhbəti elədi, gördünüz də uşaqlar. Biabırçılıq yəni, bundan sonra nə deyim? Mən gedənəm, Head and Shoulders'ımı alaram, narahat olma, sənə heç ehtiyacım da yoxdur, mən sənin şampunun lazımdır. Başqa şampun başıma dəyən kimi çox kəpəylənir. Yaxşı, elə olsun, elə olsun. Deməli Orxan, belə eləyəndə, əl eləyəndə məni izləməyə başlayır. Görsən, hə? Sənin ən sadiq izləyici demək. İndi belə eləyəndə də record off olmalıdır.